Bir də Amin, bayaqdan yəni bu kataloqları heç bunları izah elədin. Bunlar səhv eləmirəmsə taxta qapıya aid olan sırf Bəli, taxta qapı. petlələrdir də, yəni belə deyim, petlələrdir. İstədiyiniz pet, yəni bu hansını seçsə o qapıya o petlədən də vurursunuz. Bunlar istehsalı haradır bu petlələrin? Bunlar da yerli istehsaldır, yoxsa bunlar Türkiyənindir? Türkiyənindir. Bunlar Türkiyənindir. Bəli, bu bayaq az öncə dediyimiz kimi, əgər oymadırsa, qapı ağır olduğu düz başa. İndi mən özüm çalışacağam izah edeyim, çünki ən azından informasiyalıyam bu haqqda. Qapı ağır olduqda bunu oyma ediblər, düz izah edirəm. Hə, bunu oyma edirlər ki, sallantı falan verməsin. Amma qapı yüngül olduqda bax belə olur. Bax belə üstdən vurulur. Belə nüanslar biraz çoxdur, düzdür. Mən hamısını bilmirəm, amma ən azından indi Amin mənə izah elədikcə mən də çalışıram sizə çatdırım. Davamını izləyin, daha ətraflı. Elə bunun kraskası var, bunun İtalyan kraskasıdır da, səhv eləmirəmsə vurursunuz. İtalyan boyası. İtalyan boyası. Mən də deyirəm də, rus dilinə biraz qarışır. Və bunun müddəti 20 ildir deyəsən. 20 il dediniz. İtalyan boyası. Yəni 20 il ərzində bunda solma falan olmayacaq evin içində.